Üzülü kaldı. Allah. Kaldır üzülü. Hay Allah. Apar. Xocalı həqiqətlərini dünyaya çatdıran, hətta öz ölümünü lentə alan Çingiz Mustafayev. Qeyd edək ki, milli qəhrəman 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb. Dövlət televiziyasında mövcud olan senzura Çingiz Mustafayevi 215 KL studiyasını yaratmağa təşviq edib. Onun reportajları əsasən cəbhədən olduğuna görə 215 KL studiyasını da tamaşaçılar məhz müharibədən məlumat verən teleqrum kimi qəbul ediblər. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi kadrlarla tanıyıb. O, 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub. Bu, həm də onun öləndən sonra da yaşayacağına işarə idi. Çingiz Mustafayev 1993-cü ildən Azərbaycanın milli qəhrəmanıdır. Allah rəhmət eləsin.